Varız oldu da Azərbaycanda da xərçəng xəstəsi hakimi vurub yaralayıb, özünü də öldürüb, qumbaranı açıb patladıb, özünü də öldürüb, hakimi də yaralayıb, bəlkə də hakim də ölüb. Nəysə, şərhlər də oxuysan internetdə, adam dəhşətə gəlir. Bu xəstəxanada, bu xəstələrin başına nə oyunlar açırlar, onu bir Allah bilir. Bilir ki, xərçəngdir də, 2 ay ömrü qalıb, öləcək. Yenə də aldadıb, alında maşının satdırırlar, evin satdırırlar ki, pulun alından alsınlar. Adam belə şeylər oxuysan, dəhşətə gəlirsən. Fikirləşsən ki, qürbətdə yaşayıram da, nə vaxtsa çıxım gedim bir vətəndə, Azərbaycanda. Amma belə şeylər görürsən, elə fikir baxırsan ki, burada sənin üçün, burada da çujoysan, elə orada da çujoysan, nə olsun ki vətəndə. Deməli, həkim gedib 7 il oxuyub, hakim ola bilib. Amma adam ola bilməyiblər. Da indi hamısından söhbət getmir. %100 hamısından bu şamil eləmək olmaz. Bazılarının çıxmaq şartı ilə. Oxuyurlar, gəlirlər. Demək ki, oxumağının adam olmaq ola bilmirsən də, həkim ola bilərsən. Gəlirlər xəstələrə müştəri gözü ilə baxırlar. Dəy bunun həyatda ən dəyərli olan bir şey, can sağlığı, o da gedir. Sən bundan da istifadə eləyirsən, artıq şeylər yazırsan, artıq müalicələr eləyirsən ki, nə var 5 manat pul qazanasan. Mən də başa düşürəm, həyat günü-gündən genişlənir, raskoş artıq, dəbdəbəli evlər, maşınlar, pul qazanmaq istəyirsən, insanın gözü doymur. Bunu eləyə-eləyə dəvcə vicdan zat yaddan çıxır, deyirsən elə nə yolun olsun, elə belə alım, buranı düzəldim, bunu alım, bunu eləyim. Nəysə, niyə belə şeylər Azərbaycanda olur, mən sizə deyim. Çünki xalqda da günah var. Elə deyə bilmir ki, hakimlər vicdansızdır, çoxu əksəriyyəti də. Ya bizdə də səhvlər var, cəmiyyət olaraq. Cəmiyyət, həkim görür ki, insanlar, cəmiyyət həkimə yox, Valizar kimi adamlara, baboş kimilərə, belə də perpetutlulara, müğənnilərə dəyər çox verir. Gedir onlarla şəkil çəkdirir. Həkim bunları görür, deyir elə bu milləti o məsələdə başa düşdü. Yəni, günah elə o ki, cəmiyyət hamımızdadır. Heç kimdə belə düzəlmək, özündən başlayıb düzəlmək istəmir. Sən gedib sanitexnikin yanında selfie şəkil çəkdirməlisən, nəinki müğənninin. Çünki səhər bir gün evində bir unitazın trubası patlasa, evi pox basacaq, qalasdan avara. Sən gedib hakimlə yeni gələndə selfie çəkdirməlisən ki, çünki həqiqətən də özüm də görürüm, adam hərdən elə şeylər, xəstəliklər olur ki, baxırsan ki, hakim olmasa sən neyin yersən? Həqiqətən də cüzi elementar bir şeydən ölüb gedərsən. İndi əziyyət çəkiblər, oxuyublar, söhbət yox. Amma bizdə elə bir şey, cəmiyyət olaraq bilmirik, nəyə dəyər verək, nəyə verməyək. Bu şeyləri görənlər elə deyir ki, hakim də olsa deyir ki, bu millət elə şeyləmək lazımdır. İynasını vurmaq lazımdır. Sənin müğənnidən, sənin ki, o hələncə perpetuklardan, nə bilim, nələrdən, nəyini asılacağın var ki, sən o niyə bu boyda parastişlik göstərsən ki, sonra da həkimlər də bizə belə, insanlara belə nifrətlə yanaşsınlar, müştəri gözü ilə baxsınlar. Heç kimə hörmət qoymur, heç kimə halın başa düşmək istəmir. İndi xəstələr də elə bir cəmiyyətdə yaşayır ki, xəstələr içindəki olanı başa düşmək üçün bu başqa yol tapamır da fikrini çatdırsın. Bunun içində olanlar başa düşsünlər, dardın başa düşsünlər. Məcbur elə bir daha hərəkət edir ki, ondan sonra millət dair bir-birinə deyir, bunun belə bir şey var idi, belə dardı var idi, belə bir ağrısı var idi. Mən demirəm, hamı cəhət bunu eləməlidir. Amma sadəcə elə bir ki, insanlar bir-birlərin rahatca, sakitcə belə başa düşmək istəmirlər. Hamı elə deyək, gəlin bir-birimizi tutaq yolaq. Yolun. Hara kimi yol alsınız? Hələ otiretdə gələcək nəsil var. Onlar da cavab nəyə çıxacaq, onu da Allah bilir. Nə təbii həyat
nə tabi cəmiyyətdə yaşayacaqlar, onu da Allah bilir.